Bugün də biz Kərbəla şəhidləri və şəhidliyin mahiyyətindən danışacağıq. Nəyə görə bu hadisə əsrlər boyu yaşayır? Burada çox dərin məqamları axtarmaq lazımdır. Əslində Kərbəla hadisəsi Qədirxum hadisəsinə əməl olunmadığına görə yarandı. Həzrət Əbəlfəzə əmannamə təklif olunanda çox danışıqlarda bu haqda çox pis təsir edir ki, yəni necə mən harda boşluq göstərmişəm ki, bunlar mənə belə bir təkliflə gəliblər də. Yəni onlar başa düşməli idi axı mən bu təklifə hə deyən deyiləm. Və yaxud ümumiyyətlə bunu İmam Hüseynin yanında necə hallandırım ki, belə bir məktub olur falan. İnsan əvvəlcə şəhid olur, şəhidlik ruhiyyəsində olur. Sonra ona şəhid olmaq qismət olur. Çünki şəhidlik böyük bir imtiyazdır, böyük bir nemət, ilahi bir lütfdür. Hər kəsə qismət olmaz. Bunu mən də qazanmaq lazımdır. Kərbəla hadisəsini imansız şərh etmək mümkün deyil. Özdə yəqini imansıza söhbət. Adi iman dərəcəli vücuddur da, indi hamının müəyyən mənada imanı var. Amma yəqin müstəvisinə çatmış imansız şərh etmək mümkün deyil. Dəsən hardan şərh edirsən axsıyır bu. Salam, xoş gördük dəyərli izləyicilər. Məhərrəm podkastına baxırsınız və bu gün də biz Kərbəla şəhidləri və şəhidliyin mahiyyətindən danışacağıq. Qonaqlarımız var. Yazıcı, psixoloq İlqar Kamil və Hacı Erşən İsmailov. Xoş gördük. Təşəkkür edirəm. Xoş gördük. Təşəkkür edirəm bugünkü podkastımıza gəldiyiniz üçün və bugün biz Kərbəla şəhidləri və ümumiyyətlə şəhidliyin mahiyyətindən danışacağıq. İlqar bəy, ilk olaraq istərdim sualımı sizə ünvanlayım. Ümumiyyətlə tarix boyu haqq yolunda öldürülənlər çox olub. Amma nədənsə Kərbəla hadisəsində şəhid olan şəhidlər tarix boyu unudulmadan hər zaman xatırlanıb və anılıb. Və onların anım mərasimləri də kütləvi şəkildə qeyd olunub. Bunun səbəbi nədir? Salamlayıram mən də sizi və Şən müəllimi, xoş gördük. Sual o qədər dərin sualdır və bütün elə podkastda hətta vaxtda danışmaq olar. Ümumi olaraq adlandırsaq adını Aşuranı yaşadan səbəblər qoymaq olar. Birisində kimi çox danışıb, Aşuranı yaradan səbəblər, Aşuranı şəkilləndirən səbəblər, bunlar ayrı-ayrı mövzulardır. Amma bir də bunu danışmaq lazımdır. Aşuranı yaşadan səbəblər. Necə oldu həqiqətən də? Sırf məsələn biz faciəvi kontekstdə baxsaq məsələyə, Aşuradan çox-çox daha faciəli müharibələr olub. Məsəl üçün biz hələ götürsək bizim gözümüzün önündə baş verən Xocalı soyqırımına, oradakı hadisələr heç də aşağı deyil ki, yuxarıdır, acınacağı olması nöqteyi nəzərindən. Demək, bu sırf faciəvi kontekstdə baxanda orada axtarmaq lazım deyil cavabları. Nəyə görə bu hadisə yaşayır, əsrlər boyu yaşayır? Burada çox dərin məqamları axtarmaq lazımdır. Birinci olaraq elə mən oradan başlamaq istəyərdim. Deməli, 2000-ci ildə maraqlı bir kitab yazıldı. Dana Zohar və Lan Marshall adında iki həmmüəllif bir kitab yazdılar. Təəssüf ki, bu mövzu hələ Azərbaycanda aktual deyil. Daha çox bizdə emosional zəka indi çox trendli, aktualdır, sosial zəka mövzuları. Onlar bir kitab yazdılar. Düzdür, tamam başqa istiqamət, başqa məqsədlər üçün yazmışlar bu kitabı. Kitabın adı belə idi. Ruhani zəka, ən üstün zəka. Bu kitab ingilis dilindədir. Mən hətta yadıma gəlir, rus dilinə də tərcümə olunmuyub. Mən ingilis dilində bilmirəm. Oxuculardan birindən xahiş eləmişdik. O mənə tərcümə eləmişdi kitabı. O qədər məni çəkmişdi bu mövzu. Ruhani zəka, ən üstün zəka. Deməli, bəlli olur ki, sən demə insanın digər zəkaları ilə yanaşı, İnsanın müxtəlif zəkaları var ki, bu 93-cü ildə ilk dəfə zəkaların çeşidliliyi nəzəriyyəsi çıxdı ortaya. Dedilər ki, biz indiyə qədər elə bilirdik ki, insan sadəcə mental zəkadan ibarətdir, IQ. Halbuki digər zəkalar mövcuduymuş. Onlardan biri də ruhani zəkadır. Dana Zohar və Lan Marshall bunu hansı məqsədlə yazmışlar bu kitabı? Şirkətlərdə necə eləyək ki, daha çox uğur qazanaq, satış daha çox olsun. Bu əslində bu məqsədlərlə yazmışlar ki, insanın emosional zəkasının, sosial zəkasının üstün olması kafi deyil, onlar deyildi. Bir əlavə ruhani zəkası olması lazımdır. Ruhani zəka nədir?
soruşuruq. Ruhani zəka prinsipallıqdır, sədaqətdir, vəfadır. Bu mövzular emosional, sosial zəka kontekstinə girmir. O bəhslərə, o kateqoriyaya aid eləyə bilmirik bunları. Ona görə əlavə bir zəka növü, ruhani zəka növünü başladılar danışmağa və ondan sonra bu haqda kitablar yazıldı, elm məqalələr yazıldı və s. və s. Biz bu kontekstdə əgər Kərbəla şəhidlərini bir də qiymətləndirmək istəsək, görərik ki, onlarda bəli, mental zəka yüksək səviyyədədir. Yəni analiz qabiliyyəti, müşahidə qabiliyyəti, təhlil qabiliyyəti, mental zəka bütün bunlara cavab verir də. Yəni IQ yüksək səviyyədədir. Biz onların çıxışlarında bunu görürük, xüsusən İmam Hüseynin xütbələrində görürük ki, hansı yüksək zəkanın, mental zəkanın sahibidir. Emosional zəka, sosial zəka görürük ki, yüksək səviyyədədir. Necə münasibətlər yüksək səviyyədədir orada, müharibə şəraitində olmasına baxmayaraq möhtəşəm bir münasibət var da, mehribanlıq, çox rahatlıq və s. Bunlar da yüksək səviyyə. Amma ən əsası ruhani zəka nöqteyi nəzərindən mən deyirəm ki, Kərbəla şəhidləri araşdırmalıdır. Maraqlıdır ki, məsələn, Dana Zohar orada kitabında müxtəlif nümunələr verir də, Həzrəti İsa Peyğəmbərə kimi gedir və s. Adam beləncədə baxır, görür ki, onlar tanış deyirlər də. Bu təəssüf hissini keçirdir ki, onlar belə real şəxsiyyətlərlə, nümunələrlə tanış deyirlər ki, onların göstərsinlər, öz kitablarında təqdim etsinlər ki, ruhani zəka nöqteyi nəzərindən. Yəni, bir insan düşünün ki, öz prinsipləri, öz dəyərləri uğrunda canını, hər şeyini, ailəsini, hər şeyini qurban verməyə hazırdır. Bu möhtəşəm bir şeydir. Bunun izahı yoxdur heç yerdə. Yəni, bu uydurma deyil, bir bədii hadisə deyil, bu gerçək baş vermiş bir hadisədir və dünyanın bundan xəbəri yoxdur. Birinci növbədə mən düşünürəm ki, Aşuranı yaşadan səbəbləri bunu təbii olaraq, sosioloji olaraq, psixoloji olaraq araşdırmalıyıq və başa düşməliyik ki, bu hadisə elə yaşamalıydı. Nəyə görə? Çünki bu bir düşünün, məsəl üçün bir bina tikəndə, indi dəbdə deyək, o maklerlər binalarını, tikdiyi evləri reklam edəndə deyirlər ki, çox bahalı materialdan tikilib. Ev sahibi özü üçün tikib, bahalı materialdan tikib və s. Bu bahalı material söhbəti, möhkəm material söhbəti nə üçündür? Çünki uzun ömürlü olması üçün bir binanın, bir abidənin, onun materialının möhkəm olması lazımdır. Biz tarixi gedişata baxanda bunu görürük. Biz görürük ki, bunlarda ruhani zəka yüksək səviyyədədir. Mən iki dənə xırda hadisəyə məni, yəni bir mütəxəssis kimi düşündürən Kərbəla hadisələrinə iki dənə şeyə diqqət çəkmək istəyirəm. Həqiqətən mən bu hadisələri ilk dəfə oxuyanda heyrətlənmişdim. Sırf bu şəxsiyyətlərin, xüsusən də bu hərəkatın başında dayanan İmam Hüseynin şəxsiyyətinin ruhani zəkasının hansı müstəvidə olmasını göstərən iki hadisə. Onlardan biri budur ki, tarixdə var ki, İmam Hüseyn Kərbəla torpaqlarında yerləşəndən sonra bu torpaqların sahibləri haqqında maraqlandı. Kimindir bu torpaqlar? Dedilər ki, Bəni Əsəd qəbiləsinnindir. Onların başçılarıyla görüşür və müəyyən məbləğ miqdarında İmam Hüseyn əleyhissalam o torpaqları alır. Yəni, indiki Kərbəla ziyarətinə getdiyimiz məkanlar Həzrətin şəxsi mülküdür, siz düşünürsünüz. Hətta tarixdə var ki, bir qismdə Bəni Əsəd tayfasına əlavə pul vermişdi ki, bizdən sonra bura ziyarətə gələcəklər insanlar filan, onların da xidmətində durmaq üçün və s. belə. Yəni, siz düşünün, insan hansı müstəvidə, hansı ruhani zəkada olmalıdır ki, o vəziyyətin içində, o gərginliyin içində, o Əliyağa Vahidin bir misrası var, deyir ki, tutalım ki, əsrimizin Həzrəti İsası mənəm, bu basabasda necə möcüzə icad edeyim. Amma göstərir İmam Hüseyin ki, bu basabasda da möcüzə icad eləmək olar. Sən ruhani şəxsiyyətin o müstəvidə ola bilər ki, sən burada da halalı, haramı düşünürsən, öz prinsiplərinə əhəmiyyət verirsən. Bu müstəvidən, bu kontekstdən baxanda dəhşətə gəlir. Adam bir bu hadisə mən həmişə düşündürür. Bir də ki, İmam Hüseynin bu da məşhur tarixdir. Tasua gecəsi ona yazılan 18.000 məktubu yandırması. Tarixdə var ki, dedi ki, quyular qazın, çalalar qazın. Nə edirsən? Dedi ki, o məktubları yandırmaq lazımdır. Nə ilə bağlayır bunu? Deyir ki, bunlar indi müxtəlif səbəblərdən dolayı qorxudulublar, aldadılıblar da, amma bunlar bizi sevənlər idi də. Bunlar dəyərə dəyər verən adamlar idi, məktubları yazanlar. Mən istəmirəm ki, bizdən sonra düşməni də tanıyır.
amansızca təqib edəcəklər o imzaları. Onları incidəcəklər, məhv edəcəklər. Ona görə bu məktublar yazıblar, vəfasız çıxıblar. İndi hətta onlardan bir xeylisi bizim qarşı-qarşıya dayanmışıq. Amma yandırın o məktubları. Bu ruhani zəkadır. Bunu başqa cür emosional, sosial zəka ilə izah eləmək olmur. Bu ruhani zəkanın pik həddində dayanan şəxsiyyətlərdir. Düşünürəm ki, kiminsə incildilməsinə belə razı olur. İncidilməsinə belə razı olmur. Yəni özündən sonralı belə düşünən adam, insan o qədər dəqiq, aydın görür indini, gələcək. Düşünürəm, bura qayıdarıq yenə. Mən hələlik bunu demək istərdim. Həqiqətən də bir binanın, bir abidənin uzun ömürlü olması üçün mütləq o material, mütləq orada işlənən şeylər, xüsusən də tarixdə var ki, belə ustad daha yaxşı bilər, o əsmə, o hə məlumə ifadəsi də. Sanki İmam Hüseyn əlində bir siyahı tutmuşdu. Tarixdə var ki, onların adları bəlli idi. Yəni kimlər ki, Aşura, Kərbəla şəhidləri olacaq, onların adları bəlli idi. Tarixdə var, elə adamlar var ki, müraciət edirdi, köməyini təqdim edirdi və imam qəbul eləmirdi. Amma elə adam da var idi ki, dəfələrlə gedirdi ki, onun ardınca sanki Əhsən, sanki adını görür siyahıda və deyir ki, məhz bunlar olmalıdır. Sanki möhtəşəm bir abidə yaradırlar. Əbədiyyətəcən yaşayacaq bir abidə yaradırlar. Ona görə dəqiq seçirlər ki, burada yəni qarışıq materiallardan istifadə eləmək olmaz. Burada tam təmiz, gözəl material olmalıdır. Düşünürəm ki, bir bu hadisəni yaradan şəxsiyyətlərdə axtarmaq lazımdır. Bu faciənin bu günə qədər gəlib yaşamasının kökünü. Çox maraqlı məqama toxundu. Ruhun zəkası və çox doğrudan da maraqlı açıqlama idi. Mənim özüm üçün də maraqlıdır. Ümumiyyətlə şəhidin ruhiyyəsi necə olmalıdır? Bax biz bu yaxın tarixdə Vətən müharibəsində biz də o şəhidlərimizdə müəyyən o videolara baxanda müəyyən fərqli bir ruhiyyə görürük onlarda, onların baxışlarında, əhval-ruhiyyəsində nəsə fərqlilik görürük. Ümumiyyətlə Hacı, şəhidlik ruhiyyəsi nədir? Şəhid sadəcə döyüş meydanında öldürülməkdirmi? Yoxsa o ruhiyyəyə çatmaq lazımdır? Çox yaxşı sualdır, fundamental sualdır. İlqar müəllimin bir məsələsinə bir şey nəzərimi çəkdi, bəli, onu deyim, bəli. Deməli, doğrudan da İlqar müəllim dediyi kimi tarixdə də belə nəzərə gəlir ki, doğrudan da Kərbəla hadisəsi ilə Allah bir iş görmək istəyirdi. Yadıma gəlir ki, əvvəl podkastlarda da buna toxunmuşdum. Burada da yadıma düşdü, onu bir kəlmə deyim. Əslində Kərbəla hadisəsi Qədirxum hadisəsinə əməl olunmadığına görə yarandı. Əslində Allah höccəti özünü heç vaxt ölmə verməməlidir. Ümumiyyətlə Allah höccətinin ölməsi çox ciddi bir narahatçılıqdır. O qədər böyük narahatçılıqdır ki, mələklər narahat olurdular. Allaha deyirdilər ki, ilahi biz dözə bilmirik və Allah da onlara İmam Zaman əleyhissalamın dövlətini göstərirdi. Cinni tayfaları İmam Hüseynə müraciət edirdi ki, icazə ver bunların 30 min olsalar da biz bunları məhv eləyək. Yəni bir ilahi övliyanın insanların gözü qarşısında məzlum qalması, hələ öldürülməsi də bir tərəfdən və məzlum qalması doğrudan da çox acınacaqlı bir məsələdir və bu nə Allahın xoşuna gəlməyən bir işdir, nə də başqa. Çünki bir müqəddəsatın əzilməsidir, müqəddəsata hörmətsiz olunmasıdır. Amma İmam Hüseyn əleyhissalam bunu məqsədli şəkildə eləyirdi. Çünki bir alternativ təqdim etmək lazım idi. Niyə alternativ təqdim etmək lazımdır? Çünki insanlıq imamətə əli çatmayacaq. Çünki imamət iqtidara keçmədi. Peyğəmbərdən sonra Həzrət Əlinin vasitəsilə imamət iqtidarda olmalı idi. Allahın höccətləri yenə də insanlığa kömək eləməli idilər, amma keçə bilmədi. Ona görə də burada İmam Hüseyn əleyhissalam bu işi gördü və İlqar müəllimin dediyi kimi ailəsini gətirməsi də bunun üçün idi ki, çünki qalıcı bir şey olmalıdır. Həzrəti Əbəlfəzi gətirməsi və İmam Səccad əleyhissalam növbəti bir imamdır. Onun gəlməsi. Hətta tarixdə var ki, İmam Baqir əleyhissalam da yaşı uşağı da Əl-Talib körpəsini də Əli Əsqərini də gətirirdi. Hətta İmam Baqir əleyhissalamın 5 yaşı var idi. İmam Səccadın oğludur. O da orada iştirak edir. Yəni siz demiş, o əzəmətli kəslərdən istifadə eləyir orada ki, mənim bu işim elə-belə deyil. Ruhanilərin biri ilə danışanda da o bir məsələ gündəmə gəldi. Bir alimlərdən birinin sözünü dedi ki, İmam Hüseyn əleyhissalam özü icazə istədi ki, bu gecə olmasın.
bu gecə biz ibadət eləyək. Deyir, həm də özü belə eləyirdi ki, maraqlı məsələdir. İlqar müəllim deyir, özü belə elədi ki, birdən onlar gecə hücum eləyərlər, döyüş gecə olar, hər şey qaranlıqda baş verər. Onunla da İmam Hüseyn əleyhissalamın o cür əzəmətli missiyası aradan gedir. Maraqlı bir məsələ gəlmişdi mənə. Ona görə də o istəyirdi ki, gündüz baş versin, bir məqsədi var, bir hədəfi var. 6 aylıq balası ilə meydana çıxacaq, Əli Əkbəri ilə, Əbəlfəzi ilə çıxacaq, kamil bir iş görəcək, Peyğəmbərin əmmaməsini başına qoyacaq. Niyə? Çünki qiyamətə qədər gedəcək. 1400 ildir gəlib çatıb bizə və doğrudan da imamətin bayrağını, bunu mən elə hər dəfə deyirəm, imamətin bayrağını o qədər uca qaldırıb ki, İmam Hüseyn əleyhissalam. Heç bir zaman, heç bir əsir, heç bir izmlər onu sanki onu öz altına ala bilmədilər. İmam Hüseyn əleyhissalam bayrağı qaldırdı və bu günün insanları Ərbəyində də gördüyümüz kimi ondan istifadə edir. Deməli, elə bir şah ruh əsəri idi də. Bir də üzrsən burada bir şey deymişəm müəllim. Deməli, çox maraqlıdır ki, David Selinger var, Amerikalı bir yazıcıdır. Onun məşhur bir əsəri var. Çox darlıqda uçurumdan qoruyan adında çox möhtəşəm əsərdir. Və maraqlıdır ki, Selingerin yeganə romanıdır. Yəni bundan sonra heç nə yazmayıb. Özdə bir qəribə bir formada təkliyə çəkilib, ömrünü də belə başa vurub, heç bir müsahibədə verməyib və s. Bununla bağlı müxtəlif həqiqətlər və miflər yaranıb da. Niyə bu Selinger bunu yazdı və yazmadı? Müxtəlif səbəblər var. Bu səbəblərdən biri də, gətirilən səbəblərdən biri də budur ki, Selinger elə bir şah əsər yaratmışdı ki, başa düşdü bundan o aynası yoxdur axı, da yaratmışam da, qutardı getdi. Bu Aşura, bunu kontekstinə gətirsək, məsələsinə gətirsək, Aşuranın əbədiyyən yaşaması və bu günümüzəcən və qiyamətəcən qalma səbəblərindən biri də budur ki, möhtəşəm şah əsərdir. Yəni, hansı pəncərədən siz baxsanız, hansı kontekstdən, hansı bucaqdan baxsanız, o qədər möhtəşəm yaradılıb ki, elə sizin dediyiniz, danışdıqca yadıma düşür, həqiqətən də iradəvi olaraq, şuurlu olaraq, fərqində olaraq, xüsusən fərqindəlik belə zamanda o qədər çətindir. Yəni, normal halda, adi vəziyyətdə fərqindəlik çox asandır da. Sartre'ın bir nəzəriyyəsi var, sərhəd vəziyyəti deyir. Deyir ki, normalda hamı yaxşı adam, amma sərhəd vəziyyətində görək necə olacaq. Biraz çətinliyə düşəndə, sıxıntıya düşəndə, orada görsənir insan şəxsiyyəti. Belə bir vəziyyətdə belə şeyləri nəzərə alırsa, gecə olmasın, güncə keçidək falan, bu onu göstərir ki, onlar özləri də fərqində idi ki, əbədiyyətəcən yaşayacaq bir şah əsər yaradılır mənim vasitəmlə və bu detalları da nəzərə almaq lazımdır. Hətta o qədər məsuliyyət üzərinə götürürdü. Məsələn, Əli qızı Zeynəbin əsir olmasını göz önünə alırdı. Özündən sonra bir imamın əsir olması. İndi özü şəhid olur, amma bir imam əsir olacaq, uşaqlar susuz qalacaq. Bunların hamısını öz üzərinə götürür. Müəyyən hazırlıqları eləyir, həmin o gecələrdə tikanları təmizləyir və s. bu işləri görür. Niyə? Çünki möhtəşəm bir iş olmalıdır. Xanım Zeynəbə deyir ki, sən başqa qadınlar kimi olmamalısan, sən üzünü gözünü cırmamalısan, filan eləməməlisən, yəni mənim işimi sən davam eləməlisən. Xanım Zeynəb də biz görürük ki, o bir dəfə eşidəndə ki, xeymənin o biri tərəfindən eşidir ki, İmam Hüseyn ölümə aid şeir oxuyur. Xanım Zeynəb, İmam Səccad deyir ki, gördüm ki, ürəyi getdi. Atam Hüseyn gəldi, onu sakitləşdirdi. O xanım Zeynəb İmam Hüseynin missiyasını anlayandan sonra biz görürük ki, onun gözünün qabağında İmam Hüseynin kəsik başı nizələrdə aparılır. O girir İbn Ziyadın sarayına, o girir deməli Yezidin sarayına, amma necə danışır. Ağlaması da bir şücaətdə ağlamadı. Hətta Küfədə dəhşətdir. Orada Küfədə elə bir çıxış eləyir ki, orada hər kəs susur, sinələrdə deyir nəfəslər dayandı. Bu şeylərin hamısı sanki bunların əlindədir və İlqar müəllim bəlkə orada çox yaxşı bir məsələyə toxundu ki, müəyyən adamları qoymurdu ona tərəf gəlsin. Bəzi adamların isə arxasıca adam göndərdi. Məsələn, Zuheyr məsələsi çox maraqlıdır. Yəni Zuheyr lazım imiş onun işinə. Bax belə bu cəhətlərdən müəyyən şeylər elirdi. Bəzən biz fikirləşirik ki, onlara savab qazandırsın deyə elir. Bu da var. Amma imamın elə işi belə olur. Amma eyni zamanda o məhrəkəni çox möhtəşəm bir şəkildə eləməli idi ki, qiyamətə qədər təsirli olsun. Məsələn, onları danışdırır gecə. Danışdırır və yaxud da onlara öz yerlərini göstərir. Və bunun kimi hadisələrin hamısında onların da əzəmətini bir dəfə çatdırır. Məsələn, el adam var idi ki, xristiyan idi, birinci günü idi, gəlmişdi, İslamı qəbul eləmişdi, onu qəbul eləyirdi. Və bütün bunların hamısından sanki İlqar müəllim deyən kimi fərqli bir şey düzəltdi. O qədər fərqli bir şey düzəldirdi ki, məsələn, İmam Hüseyn əleyhissalamın başının üstündə ağlayanda
ki sən məzlumsan, səni belə etdilər. Ağlayanda İmam Həsən ona deyirdi ki, qardaş, sənin gününə gün çatmaz. Və imamların hamısı onun müsibətini tövsiyə ediblər, təkid ediblər. Peyğəmbər İmam Hüseynindən danışıb. Hüseyn minni və ənə min Hüseyn və yaxud da ki, İnnəl Hüseyn misbahul huda və səfin. Ancaq İmam Hüseyn əleyhissalam. Niyə? Çünki İlqar müəllim deyən kimi də o fərqli bir mərəkə yaratdı. Yəni o elə bir şey olmalı idi ki, daimli olsun və insanlara nizat verə bilsin. Zaten İmam Hüseyn əleyhissalam bir alternativ təqdim elədi. Yəni pis insanların, xəbis insanların sayəsində ki, imamət gələ bilməyəcəkdi xilafətə və Həzrət Əli, xanım Zəhrə çalışdı, alınmadı, İmam Həsən çalışdı, Həzrət Əli çalışdı, alınmadı. İmam Hüseyn əleyhissalam üçün artıq belə bir şərait yarandı ki, artıq etməlidir. Bunu etməlidir ki, qiyamətə qədər insanların sanki bir imamətlə tanışlığı olsun. Fərqindəlik məsələsi çox vacib məsələdir. Bir dənə yaxında bir kitab oxudum. Ethan Kross adında Amerikalı bir mütəxəssisdir. Çox möhtəşəm bir əsərdir. Boşboğaz. Əsərin adı belədir, Boşboğaz. Beynimizin boşboğazlığından danışır. Deyir ki, bizim beynimiz boşboğazlıq eləyir deyə bizi bir çox gözəlliklərdən çəkindirir, yayındırır. Yoxsa kim istəməz ki, cəsarətli olsun. Kim istəməz ki, şücaət göstərsin. Meydana girəndə boşboğaz beyin o qədər tərəddüdlər yaradır, şübhələr, qorxu yaradır beynimiz. Ethan Kross ümumiyyətlə beyni öyrənən bir mütəxəssisdir. Möhtəşəm işləri var, elmi işləri var. Bu kitabında da beynin boşboğazlığı ilə mübarizənin yollarından danışır. Necə edək ki, bizim beynimiz belə etməsin. Mən yadıma gəlir, bir yerə dəvət olmuşdum. Orada sual-cavab hissəsində bir nəfər soruşdu. Dedi ki, müəllim, bəs müasir psixologiya, şəhidliyi, fədakarlığı başqa-başqa formada hallandırır da. Məsəl üçün, dəbdədir, fədakarlığı deyirlər ki, fədakarlıq özünü təsdiq ehtiyacından yaranır. Məsəl üçün, orada sual verdilər mənə ki, şəhidlər sizcə hamısı fərqində idi, hara gedirdi, şəhid olanlar, küyə düşmüşdülər, nə bilim də, bir-birinə qoşulmuşdular falan. Mən bunun cavabında orada dedim ki, bilirsiniz, bu belədir, bunu inkar da etmirik. Mən sonuncu kitabımın 9-cu mərtəbə kitabıdır. Bir şəhidlə bağlı, Muradla bağlı. Orada da buna çox geniş yer vermişəm. Ki, orada iki dost danışanda biri o birine deyir ki, sən küyə düşüb gələnlərdənsən də falan deyir ki, etiraf edirəm. Mən küyə düşüb gəlmişəm. Məsələ gəlmək deyil, məsələ qalmaqdır. Biz toy bayram adı ilə gəlmişdik bura. Amma müharibəni görəndən sonra sən burada qala bilmək üçün sənin çox ciddi dəyərin olmalıdır. Cəsarət. Çox ciddi bir dəyərin olmalı. Ethan Kross bundan danışır. Deyir ki, qəşəng bir ifadə işlədir, həll yollarından biri kimi. Deyir ki, mikroskop var, bir də teleskop var. Mikroskopla biz deyir ki, balaca, kiçik şeylər, detalı görmək üçün də mikroskop, detalı görmək üçün. Teleskop isə uzağı görmək üçündür. Deyir ki, bu adamlar ki, qala bilirlər meydanda, cəsarət göstərə bilirlər. Onların gördüyü işlərdən biri budur ki, həmən vaxt mikroskopu qoyurlar kənara, teleskopu götürürlər. Elə bir ki, xanım Zeynəbin o Yezdin sarayında dediyi sözü şərh edir. Dedi ki, mən gözəllikdən başqa bir şey görmədim. Mən bir yazı yazmışdım ki, burada xanım Zeynəb bəlkə təsəlli üçün belə deyirdi. Bəlkə acıq verirdi da, indi Yezdin sarayındaydı da, mən gözəllikdən başqa. Yox, mental zəka budur. Ethan Kross deyir ki, belə adamlar həmən zaman teleskopu götürürlər. Bu hadisənin gələcəyinə baxırlar. Ki, bu nə yaradırıq biz və hara gedir? Bayaq dediyimiz söhbətlərə əlaqəli olaraq deyirəm, yəni fərqindəydilər deyə teleskopla hətta bunun gələcəyinə belə baxırdılar. Bax, bunu yaratdıq, bu belə səs-küy doğuracaq, belə eləyəcək, filan eləyəcək. Yəni, həqiqətən də beyni susturmağın yollarından biri, o şəxsiyyətlərin timsalında bunu görürükdə çox qəribədir. İmamlar danışdırır, deyirlər, 1000 dəfə də olsa, 1000 dəfədən canımızı fəda eləyərik. Yəni, onlar təkcə İmam Hüseyin bu hərəkatın başında dayanan şəxsiyyət yox. Sanki onların hamısı fərqindəydilər ki, nə iş görürlər, hansı abidəni yaradırlar və bu gələcəkdə hansı gözəllikləri doğuracaqlar. Yüz minlərlə insan bugün Ərbəy yürüyüşünə gedirlər. Sanki bugünü də görürlər. Mən çoxdan da fikirləşirəm, bir dənə belə bir təlimimiz olsun, adı da belə olsun. Səbəbi doğurmaq alışqanlığı. Müvəffəq insanlar səbəblə məşğullar. Onlar nəticəyə çox köklənmirlər. Bir qəşəng kitab var, James Clear, o da Amerikalı mütəxəssisdir, Atomik Vərdişlər kitabı. O kitabında buna çox danışır. Deyir ki, nəticəyə çox baxmayın da. O gün dostumuz, dəyərli ustad Rövşən müəllimi qonaq çağırmışıq. Hardan başlamalı
bizim layihəmiz var Qapı Psixologiya Mərkəzində. Çox gözəl bir şey dedi. Mən sonra dostlarla da oturub müzakirə etdim. Öz uğur yolundan, müvəffəqiyyət yolundan danışanda dedi ki, məndə belə bir şey var. Deyir ki, mən hədəfi qoyanda ağlımı yandırıram. Ağlımı yandırdım, dəqiq baxdım hər tərəfə, özümə hədəf təyin elədim. Sonra o ağlımı söndürürəm. Bir prosesdə ağıl mənə mane olur. Tərəddüd yaradır, şübhə yaradır, əşi alınmayacaq, əşi filan. O görə biraz xodunu alıram, ya söndürürəm ki, mənə mane olmasın prosesdə. O belə bir şeydir sanki. Görürsən, bir hədəf qoyulub, əvvəldən planlaşdırılıb, düşünülüb, gizli plan kimi hər şey danışılıb. Hətta mənə elə gəlir ki, bəzən adama elə gəlir ki, xanım Zeynəbin müxtəlif meydanlarda çıxışları ki var. Bunların heç birisi spontan olmayıb. Sanki hamısı əvvəlcədən bilirdilər ki, biz nə edirik, nə iş görürük. Ümumiyyətlə, Kərbəlaya vurulan aşırı hərəkatına edilən iradlardan biri də spontanlıqda axı. Ustad Şəhidin Təri bundan çox yəni qınayır da, bunu deyir ki, belə olmaz, spontan qəti. Biz prosessiz deyəndə görür ki, burada spontanlıq əsla yoxdur da. Əksinə dərin bir təfəkkürün, düşüncənin məhsuludur. Hər şey düşünülüb əvvəlcədən. Necə olmalıdır, necə baş verməlidir. Bəlkə də gizli planda indi tarix hər şeyi saxlamayıb da. Öz aralarında bəlkə bütün məsələləri hətta müzakirə ediblər ki, sonra nə olacaq, nə baş verəcək və s. və s. Çox gözəl İlqar müəllim. Mən hətta siz danışdıqca belə nəzərimə bəzi şəhidləri gətirirəm ki, amma məsələn o ki irad tuturlara bəziləri gəlib, siz də deyirsiniz ki, ola bilsin ki, elə belə gəliblər, amma sonra qalıblar. Bu da bir şücaətdir, bu da bir gözəllikdir. Amma mən əminəm ki, bəziləri də heç ümumiyyətlə qalmağa gəlirdilər, şəhid olmağa gəlirdilər. Məsələn, Müslüm İbn Olsəcə ilə Həbib bin Məzahirin yaşlı vaxtı idi. Heç onlar orada başqa nə mənfəət güdə bilər. Bizim Qarabağ müharibəsini nəzərdə tuturam. Burada ola bilər ki, gənc olublar, belə gəliblər, amma o qalanlar Bəli, çünki İmam Hüseyn əleyhissalam dəfələrlə işığı orada keçir. Yəni Kərbəla şəhidlərində işığı keçirirdi, onlardan soruşurdu. Hətta axırıncı dəfə onlar deyir ki, mən beyətimi üzərinizdən götürürəm. Ümumiyyətlə onlar İmam Hüseyn əleyhissalam əvvəldən də qafilə gələndə onlara deyirdi ki, bu yolun axırı ölümdür ya. Biz bu qafilə ölümə tərəf gedir və onlar da imanları ilə, eləcə də ağılları ilə ki, biz imama tabe olmuşuq və imamın yolu haqq yoldur və belə də gəlirdi. Qaldı ki, İrada xanım, sizin şəhidlik barədə sualınıza şəhidlik ruhiyyəsi. Bəli, şəhidlik ruhiyyəsi və şəhidlik. Ümumiyyətlə çox maraqlı məsələlərdən biridir ki, dini mətnlərdə, xüsusən mən alimlərin sözlərində bu yazılarında bu şeyə rast gəlmişəm. Mənim çox xoşuma gəlir diri şəhid. Diri şəhid nə deməkdir? İslam alimləri, İlqar müəllim dindi inşallah müdaxilə eləyər buna. İslam alimlərinin sözləri budur ki, ümumiyyətlə insan əvvəlcə şəhid olur, şəhidlik ruhiyyəsində olur. Sonra ona şəhid olmaq qismət olur. Çünki şəhidlik böyük bir imtiyazdır, böyük bir nemət, ilahi bir lütfdür. Hər kəsə qismət olmaz. Bunu ümumiyyətlə qazanmaq lazımdır. Ona görə də hər o kəs ki şəhid olur, o elə əvvəldən şəhid idi. Belələrinə amma diri şəhid deyilir. Diri şəhid budur ki, şəhidin ümumiyyətlə məntiqi nədir? Şəhidin məntiqi budur ki, haqq yolunda insanlara uğrunda, indi haqq deyəndə elə insanda gedər, dində gedər, bütün xeyirlərin uğrunda, vətən uğrunda mən hər şeydən keçməyə hazıram. Yəni bir növ fədakarlıq ruhiyyəsində olan bir kəsdir. Belə kəslər adətən elə yaşamlarında da bunu göstərirlər. Hacı Şahin də dəfələrlə xütbələrdə bu barədə danışır ki, sanki onlar elə əvvəldən belə idilər. Deyirdi ki, bəzi adamlar, valideynlər mənə müraciət edin, mənə yazırdılar. Deyirdilər ki, övladımız o qədər yaxşı adam idi ki, indi istəyir ki, kaş onun bir pis şeyi yadımıza düşsün ki, biraz ürəyimizdə nəsə bir soyma olsun, mümkün deyil. İlqar müəllim özü şəhid ailələri ilə dəfələrlə danışıb bir kitabında da yazıb. Bunlar sanki əvvəldən bunlar seçilmiş insanlardılar və onlar əvvəldən bir şəhidlik ruhiyyəsində olurlar. Ona görə də şəhidlik ruhiyyəsi belə bir ruhiyyədir ki, ümumiyyətlə orada mənəvi məsələlər öz yerini alır. Burada bir məsələyə tez diqqəti çəkim ki, mən daha çox ümumiyyətlə şəhidlərin özlərinin də kimlikləri arasında fərq var. Təbii ki, Kərbəla şəhidləri ilə digər şəhidləri də biz nəzərə gələnləri, bayaq elə İlqar müəllim də onu dedi ki, ola bilsin ki, məsələn, Qarabağ şəhidlərində belə ola bilər, amma Kərbəla şəhidləri, deməli məlum olur ki, İlqar müəllim dediyindən də şəhidlərin arasında da dərəcələr vardı təbii ki. Şəhidlərin ruhiyyəsi elə bir ruhiyyədir ki, onlar bu ruhiyyənin
ruhiyyənin sayəsində sanki onlara bir vəzifələr verilir və onların qanı şəhid Mütəhhərinin dediyi kimi cəmiyyətin damarına axır. Nəinki aradan gedir, onların qanı cəmiyyətin damarına axır. Ona görə də hər bir şəhidin özünün öz kimliyinə uyğun bir dəyəri olur və o dəyər də onun gördüyü işi, onun hədəfini daha da aydınladır və nuraniləşdirir. İndi Kərbəla şəhidlərinin ki, nə demək olar ki, müqəddəsləşdirir. Mütləq həyat hekayəsi olmalıdır. Bir dənə burada Bəli, yadıma bəli, düşdü, bəli, Şəməlim. Dəyərli Lalə xanım Əliyeva jurnalist. Bəli, Mərhum Rasim Balayevlə çox məşhur bir müsahibəsi var. Çox möhtəşəm müsahibədir. Orada Rasim Balayev axı əsasən qəhrəmanlıq filmləri oynayıb, Nəsimi və s. Orada soruşur Lalə xanım ki, qəhrəmanlıqla bağlı soruşur. Rasim müəllim cavab verir, deyir ki, qəhrəmanlıq an məsələsidir. Sən anında qərar verirsənsə, qəhrəman olursun. Qərar vermirsənsə, qəhrəman olursun. Bu qədər sadə. Mən illər əvvəl olmuşdu müsahibə. Mən bir yazı yazmışdım. Orada demişdim ki, bu müsahibə möhtəşəm idi həqiqətən də. Amma yeganə fikir ki, razı deyiləm bu müsahibədə budur. Qəhrəmanlıq qətiyyən an məsələsi deyil. O anda, o qərarı verməyin arxasında böyük bir həyat hekayəsi dayanır. Mütləq şəxsiyyət dayanır, mütləq ruhiyyə dayanır. Sözünüzə qüvvət olaraq deyirəm. Yəni, biz şəhid mübarizin bəzən çıxır köhnə kadrları qarşımıza. Məsələn, bir dənə məşhur video var, toyda oynaması filan, əl çalır, oynamır hətta. Mən o video kadr paylaşıb demişdim, bu adam bu vaxtından şəhid imiş də. Yəni, adam o şeyləri, o izləri, o şəxsiyyətin üzündə görmüyor. Həqiqətən də qətiyyən qəhrəmanlıq an məsələsi deyil. Həyat tərzində biruzə verir. Biruzə verir, mütləq. O qərar, son anda verilən qərar ki var, qərar verirsən, qəhrəman olursan, qərar vermirsən, qəhrəman olmursan, qaçırsan. Sual budur, niyə filan kəs o qərarı verir və həmən kəs verə bilmir? O həyat hekayəsi dayanır, o ruhiyyə, o şəxsiyyət dayanır. Tamam an məsələsi tutalım, amma o anın arxasında böyük bir həyat dayanır, böyük bir ruhiyyə dayanmalıdır. Dəyərləri olmayan, fədakarlığı olmayan, o qədər, mən 9-cu mərtəbə romanında çox negatifə yer ayırmaq istəməmişəm, amma işarələr eləmişəm ki, şəhidlərin dilindən, qazilərin dilindən daha doğrusu, şəhid Muradın dostları danışıb bunları, onun əsasında yazmışam. Öz texnikasını sıradan çıxardanlar var idi. Yəni, tankistdir də bu adam. Tank olmasa bu gərəkmir. Öz tankını qəsdən sıradan çıxardırmış ki, məni geri qaytarsınlar. Özünü güllələyənlər var imiş. Təsəvvür edin. Sonra bu ekspertizada məlum olur, yaxından vurulub da bu özünü gülləlib. Ona görə kərpiz qoyurmuş, kərpizdən vururmuş ki, bilinməsin yaxından. Belələri də olub. Yəni, məsələ sənin həmən zaman, həmən o qorxu zamanı, həmən beynin boşboğazlıq zamanı, Krosun dediyi, o zaman sənin o qorxudan daha üstün bir dəyərin olmalıdır. Mən 9-cu mərtəbədə yazmışam bu ki, məsəl üçün, yanğından xilas edən, övladını xilas edən ana bəyəm qorxmurmu? Əlbəttə ki, olur. Sadəcə onun yanmaqdan, ölümdən daha üstün bir dəyəri var övladı. Ona görə özünü atır. Ona görə bunların Kərbəlada yaşayan əslində dəyərlərdir. O, bu günümüzə gəlib çıxan, məsəl üçün, Füzulinin əsərləri, Nizaminin əsərləri deyirlər, niyə belədir, niyə sanki dünya durduqca duracaq da, elə duracaq da adama belə gəlir. Çünki onlar elə dəyərlərə toxunublar. Qurandır da başdan başa. Elə də o Allah özü vəd verib, mən Quranı qoruyacam. Sən özünü bir əbədi yaşar, bir həqiqətə qoşursansa, sən də onunla birlikdə yaşayırsan. Yəni, onlar elə dəyərlər uğrunda mübarizəyə girdilər, döyüşə girdilər. Ona görə ki, əslində onları yaşadan həm də o dəyərlərdir. Bəli, Kərbəla şəhidlərində isə təbii ki, bu lap fövqəladə şəkildədir. Çünki onların, məsəl üçün, alimlərdən biri deyir ki, mən ilk dəfə Kərbəlada İmam Hüseyn əleyhissalamın ziyarətinə girəndə, deyir, mən içəri girdim, görmüşük də, içəri deyir, girəndə solda Həbib ibn Məzahirin qəbridir. Deyir, mən İmam Hüseyn əleyhissalamın hələ o zərihi olan otağa keçməmiş, solda mən Həbib ibn Məzahiri gördüm. Deyir, mən dedim ki, Həbib, sən bu yaşında canını nə baha satdın? Sən zaten mömin insan idin. Sən zaten Allahın rızayətini qazanmış adam idin və o yaşlı vaxtında da gəldin Kərbəlada öz canını satdın. Ümumiyyətlə, şəhidin ruhiyyəsi var və bu ruhiyyəni zamanla qazanır. İndi, ola bilsin ki, bir insan anadan şəhid doğulur. Bəzən belə sözlər deyirlər, anadan lider doğulur, anadan filan. Bəzən anadan gəlmə olmaya bilər. Amma onu qazanır. Bəs necə qazanır? Ağlı ilə qazanır. İmanına tabi olmaqla qazanır. Yəni, hər bir insan üçün bu müəssərdir. Necə? Şəhid ümumiyyətlə şəhid tam emosional olaraq kör-körənə yola addım qoymur. Əgər bir insan şəhidlik Allahdan istəyirsə,
Əgər bir insan şəhid olmaq ruhiyyəsinə çatmaq və o məqamı qazanmaq istəyirsə, mütləq ağlı əvvəl gündəmə gəlməlidir. Çünki o dünyasını tamamilə satacaq. Dünyasını satacaq tamamilə. Yəni o dünyada yaşamayacaq. İstənilən yaşında, o həyatından hər şeyi satacaq və ailəsini qoyub gedəcək, hər bir şeyini qoyub gedəcək və sair və ilaxır. Hətta Kərbəla şəhidlərinin içində də və bizim Qarabağ şəhidlərinin içində də heç ailə qurmayanlar, övlad sahibi olmayanlar var idi. Amma onlar nə düşünürlər? Onlar düşünürlər ki, İslam məntiqinə əsaslanır. Həm Quran onların xoşbəxt aqibətindən danışır, həm də insan başa düşür ki, mən ömrümü, İlqar müəllim də deyən kimi, ana yanğından qorxur, amma o əhəm-mühüm eləyir. O daha bir mühüm üçün və yaxud da daxilindən gələn hisslər onu o da tərəf aparır. Şəhidin məntiqi budur ki, şəhidin ruhiyyəsini demək istəyirəm ki, məntiqi və ağlı düzəldir. Zamanla onu düzəldir. Şəhid nə fikirləşir? Şəhid ağlı ilə fikirləşir ki, mən elə bir həyat yaşaya bilərəm ki, mən başqalarına faydalı ola bilərəm. Mən canımı, qanımı başqalarının yolunda, dövlət yolunda, din yolunda verə bilərəm və bunun sayəsində mən Allahın rızayətini qazana bilərəm. Bunun sayəsində mən Allahın belə deyək, cənnətdəki məqamlarını qazana bilərəm. Əlbəttə, bəziləri deyirlər ki, bundan da üstün məsələlər var şəhidlər üçün. Çünki şəhid sözü əslində müşahidə sözündəndir. Çünki şəhid həqiqətləri müşahidə eləyəndir. Şəhid həqiqətləri görmək istəyəndir. Yəni, əslində şəhidin heç cənnət də yox, şəhidin işi Allahı görmək istəməkdir. Dində var ki, insan nəyi verdikcə, Quranda bu ki, siz sevdiklərinizi vermədikcə yaxşılığa çata bilməzsiniz. Yəni insan öz sahib olduqlarından verdikcə mənəvi təkamül baş verir. Mənəvi təkamül isə Rəbbi görmək deməkdir. Hər bir mənəvi təkamül Rəbbi görmək deməkdir və insan bunları verməklə edir. Şəhidin verdiyi şey onun əlində olan ən dəyərli şeydir. Sahib olduğu hər şeydir. Bəzi şəhidlərin məntiqi hətta əqli cəhətdən bura söykənir. Yəni məsələn bir şəhid ruhiyyəsində olan bir insana biz desək ki, nə üçün şəhid olmaq istəyirsən? O belə deyə bilər. Əqli olaraq, imana söykənən, dinə söykənən əqli olaraq deyə bilər ki, mən Allahı görmək istəyirəm. Biri deyə bilər ki, mən istəyirəm ki, Allah mənə cənnətdə uca məqam versin. Biri deyə bilər, İmam Hüseynlə məşhur olmaq istəyirəm. Biri deyə bilər ki, çünki şəhidin günahları tamamilə bağışlanır. Amma daha bir ağıllısı, daha bir elmlisi, daha bir yuxarı hədəf qoyan insan deyə bilər ki, mən Allahı görmək üçün şəhid olmaq istəyirəm. Yəni, mən şəhid olsam, ruhum elə bir mərhələyə çatacaq ki, mən Allahı görəcəm. Allahı görə bilmə şəhidin ən mühüm hədəflərindəndir. Bunu mən bir də xatırladım. Ona görə demək istədim ki, əslində şəhidlik bir ruhiyyədir, amma emosional bir məsələ deyil təkcə. O əqlə və dinə söykənən bir məsələdir. Bir şəhid də burada budur ki, İradə xanım, bunu qısa qeyd edeyim. Şəhidlik biraz da dəliliyə oxşuyur. Yəni, çox məntiqdən filandan danışdıq, şəhidin məntiqi çox danışılır bu haqda, amma tarixən ümumiyyətlə şəhidlik ruhiyyəsində olan insanlara dəli, səfih və s. damğalar vurublar da. Çünki doğrudan da biraz ona oxşuyur. Çünki biraz məntiqin fövqündə dayanan bir davranışdır şəhidin məntiqi, şəhidin davranışı, hərəkəti. Ona görə bəzən biz əlaqələndiririk, deyirik ki, şəhidlər filan məntiqlə düşündü, filan məntiqlə düşündü. Məsələn, mən çox sevirəm Kantın əxlaq fəlsəfəsində danışdığı bir bəhs var. Kategorik imperativlərdən danışır Kant. Mesela Kant deyirdi ki, bir insan düşünün. O deyir ki, atası ona deyir ki, oğlum, istəyirsənsə cəmiyyətdə hörmətin olsun, heç vaxt yalan danışma. O da məhz buna görə cəmiyyətdə etibarı olsun deyə yalan danışmır. Deyir ki, bu mənə görə yaxşı insan ola bilər də yalan danışma, amma əxlaqlı insan deyil. Əxlaqlı insan kimdir? Kant. Deyir ki, kategorik imperativ budur. Kant deyir ki, əxlaqlı insan odur ki, sonra deyirsən, niyə sən yaxşı olun, dürüst olmalısan? Deyir, çünki bu doğrudur. Belə lazımdır. Niyə sən bir gün şəhid olmalısan? Çünki bu lazımdır. Nə bilim, cənnət, filan, Allah və s. və s. Bir də var ki, bugün bu lazımdır. Məsəl üçün, yolla gedirsən, həyat yoldaşınla birlikdə və yaxud bir xanımla, əzizinlə birlikdə, hansı bir avara gəlir, bir artıq hərəkət edir. Burada məsələn adamı müdafiəyə, o xanımı qorumağa sövq edən səbəb nədir? Həmən zaman düşünürsən ki, məsəl üçün, nə bilim, mən bunu eləsəm, bir şey olsa cənnət, filan, şəhid olsun. Həmən vaxtı o motiv, bizi hərəkətə keçirən motiv nədir? Qeyrətdir də, qardaş. Sən qələt eləyirsən, bu hərəkət eləyirsən. Biraz da şəhidin məsələsini bu kontekstdə axtarmaq lazımdır. Bir şey var,
Buna döyüşmək lazımdır. Belə eləyirlər, dəyərləri sıradan çıxardırlar. Şəhid çıxır meydana deyir ki, mən qoymayacağam da bunu. Sən məni öldürəcəksən, buna görə öldürürəm, amma bunu qoymayacağam. Deyirsən, bəs cənnət falan. Ola bilsin, fonda hardasa o cənnət təbii ki var da, bilir ki, Allah da bunu mükafatlanır. Amma mən düşünürəm ki, ona təkan verən qüvvə qeyrətidir. Heç bəzən də birinci Qarabağ şəhidlərinin içində heç dini motiv də yox idi. Çünki o vaxtda din məşhur. Düşünmürdülər ki, yəni bunun sonunda cənnət var. Əxlaqlı adamlar idilər. Onlar başa düşür ki, bunu eləmək lazım. Necə yəni sən mənim torpağımı işğal eləmisən? Mən yadıma gəlir Laçında olanda, işğaldan azad olandan sonra Laçına getmişdik. Həqiqətən o torpaqları gəzəndə adam qeyrətinə toxunur da. Bir mərkəz vardı, Laçın şəhərinin mərkəzi. Orada çıxdıq, gördük ki, cəmaət durublar, bir maşını saxlayıb, biri siqaret çəkir, söhbətləşirlər də. Cəmi 2 il bundan qabaq fikirləşdim ki, burada onlar dururdu da, kimlərsə məsələn durur. Adamın qeyrəti olsa, sən mənim torpağımda necə dura bilərsən, belə. Yəni bu sövq edən motiv, əsas motiv nədir? Məsələ ondan gedir. Şəhidlər qeyrətli şəxsiyyətlər olublar və deyiblər ki, bax o həmən qeyrətin özünü də ruhani zəka ilə ancaq izah eləmək olur. Qeyrət emosional zəka kontekstinə girmir qətiyyən. Emosional zəka nədir? Sosial zəka nədir? İnsanlarla etik davranacaqsan, məhəbbətlə onları başa düşməyə çalışacaqsan və s. və s. Amma qeyrət nədir? Ora girmir. Bu ruhani zəkadır. Bu qəribə bir şeydir. Bu deyir ki, sən nə var? Sən səhv edirsən. Mən bunu qoymayacağam, imkan verməyəcəm ki, bu dəyərlər əldən geçsin. Sən məni ölümlə hədələyirsən, problem yoxdur. Bir dənə bunu da qeyd edeyim. Bir qəşəng film var. Çox gözəl filmdir, çox gözəl filmdir. David Gale'in həyatı adında filmdir. Bir professordan bəhs edir film. Çox qəribədir də, insan bir yolu, xətti tanıyanda nə baxırsan o yadıma düşür. Mən o filmin sonunda bir səhnə var, orada bir operadan bir hissə, bir parça oxunur. Orkestr orada ifa edirlər. Orada mən o qədər ağlamışam, mənim yadıma Kərbala hadisələri düşüb. Qətiyyən əlaqəsiz bir şeydir. İndi bir qısa sujetini deyəcəm. Professordur, fəlsəfə professorudur, universitetdə dərs verir. Həm də aktivistlər edamlara qarşı ki, edam deyir ki, dövlət bəzən səhv qərar verə bilər ki, filan kəs günahkardır, səhvən onu öldürə bilər. Onu türməyə atmaq başa düşüləndə, amma həyatından bəlkə səhv eləmirsən. Bunu sübut eləməyə çalışırlar. Sonra müxtəlif hadisələr baş verir. Bu professor işdən çıxır. Bunun bir dənə də aktivist dostu var, xanımdır. O da ağır bir xəstəlikdən əziyyət çəkir. Bunlar fikirləşirlər ki, biz zaten mənim həyatım yoxdur, ailəm dağıldı. O birisi də deyir ki, zaten öləcəyəm. Gəl belə bir iş quraq. Güya mən səni öldürürəm, güya. Və mənə edam cəzası verirlər. Dövləti səhv çıxartmaq üçün də, öz prinsipləri, dəyərləri uğrunda da, onlar yanlış bir şey də olsa, amma prinsipallıq budur da, yəni ruhani zəka budur. Bunlar həqiqətən də belə qururlar, güya bu xanımı öldürüb və dövlət bunu tutur, edama məhkum edir. Neçə gün qalmış edama, elə işi qurub ki, mən edam olunmalıyam, sonra iş üzə çıxmalıdır. Bir jurnalist də tutub, o jurnalist aşkara çıxartmalıdır ki, səhv olub bu. Amma jurnalist elə bir məqamda bunu öyrənir ki, neçə saat qalıb edamına, çox belə həyəcanlı da filmdir də, amma çata bilmir. Çata bilmir. Missiyanı yerinə yetirir, çata bilmir jurnalist və adamı edam eləyirlər. Dəhşətdir. Axır, filmin axırı, o fədakarlıqla bağlı bir maraqlı bir opera var. Onun sədaları altında bitir. Adam oturur. O yoxdur, amma həqiqət üzə çıxıb da dövlət başa düşür ki, həqiqətən də biz bəzən yanlış olaraq, orada bütün video materiallar var da, yanlışlıqları göstərib. Əslində bu adam özünü öldürüb. Bu qadın ölümcül xəstəlikdən əsası özünü öldürüb. Mən onu öldürməmişəm. Mən əksinə mane olmağa çalışmışam. Amma siz məni edama məhkum elədiniz. Öz prinsipləri uğrunda, öz fikirləri, idealist olub da dəhşət, fəlsəfə professoru. Sadəcə burada nəyi qeyd etmək istəyirəm? Kərbala şəhidlərinin bunlardan fərqi nədir? Mən dostlarla danışanda dedim ki, bu Alan Parker adında bir rejissordur. Dedim, kaş o rejissor belə eləməyəydi. Kaş
o rejissor belə çəkəydi. Bunların həyatını bərbad göstərməyəydi. Qadın zaten ölümcül xəstəlikdən əziyyət çəkir. Kişinin də bütün ailəsi dağılıb. Bunlar deyirlər ki, zaten biz məhvik də yaşaya bilmirik. İntihar eləməkdənsə belə bir şey eləyək. Amma şəhidlik fəlsəfəsi əsla belə deyil. Onlar həyatdan maksimum zövq alan adamlardılar. Onlar yəni belə bir şey olmasa möhtəşəm yaşayacaqlar. Ümumiyyətlə elə dəhşət idi ki, mənə həmişə təsirlənirəm o səhnədən deyir ki, o uşağın üstünə qırmancla kimsə gedəndə, Kərbala hadisələrindən sonra, Aşuradan sonra o təəccüblənirdi. O belə şey görməmişdi, həmişə sevgi görmüşdü. Bu qırmancla mənim üstümə niyə gəlir? Yəni belə həyatdan zövq alan, dəyərlərlə, mehribanlıqla yaşayan adamlar idi. Bunlar həyatlarından bezməmişdilər. Onlar kimi, yəni o professor dediyim professor kimi. Amma istənilən halda o da çox dəyərli bir nümunədir. Prinsipləri uğrunda insan öz həyatından keçir ki, əsas odur ki, sübut eləsin ki, siz səhv edirsiniz və edam hökmü aradan qaldırılmalıdır. Bu kontekstdə baxanda çox yenə də Kərbəla məktəbinin üstünlüyü, gözəl unikallığı üzə çıxır. Bir məsələni deyim, İlqar müəllim, çox əla sözlərdir ki, bəli, insan bəzən orada hansısa bir əqli seçim etmir, insanın ruhiyyəsindən dolan bir məsələdir. Bunu mən amma mövzumuzu biraz aydınlaşdırmaq üçün bir dəfə də deyim, birdən izləyicilər üçün bu bir qaranlıq məsələ qalar. Əslində İradə xanımın verdiyi sual şəhidin ruhiyyəsidir, şəhidlik ruhiyyəsi. Bizim də sözümüz budur ki, hər bir insan şəhid ola bilər. Əvvəldən ruhiyyə düzəltməlidir. Əvvəldən bu ruhiyyə çatmalıdır. Fitrətində ola bilərmi ki, onun fitrətində fitrətində, bəli, insanların fitrətində yaxşı cəhətlər də olur filan, amma şəhidlik bir ruhiyyədir və bu ruhiyyəni insan əvvəldən düzəldə bilər. Ona görə mən dedim ki, bəzən olar ki, bir insan şəhid kimi dünyaya gəlməsin, amma şəhidlik məqamına çatsın. Bu həm də bizi şəhidlik ruhiyyəsini düzəltmək üçün insan düzəldə bilərsə, deməli hər bir insan şəhid olmaq ləyaqətinə sahib ola bilər. Bəli, necə? Bu vaxtı əqli məsələlər gündəmə gəlir və əqil də dinə söykənir və s. Bu kimi tədricən insanlar şəhidlik məqamına çatırlar. Amma İlqar müəllimin dediyi ki, o bəzi yerdəki insan belə eləyir. Təbii ki, onlar belədirlər və belə də olublar. İlqar bəy bayaq Mübariz İbrahimovun misal gətirdi ki, məsələn, onun əvvəlki videolarına baxanda adam görür ki, bu elə əvvəldən şəhid olub. Mən xatırlayıram, biz 2014-cü ildə Kərbəla ziyarətinə gedirdik və bizim o vaxt avtobusla gedirdik. Çox çətin idi, o yolun ağırlığı da çox idi və bizim Kərbəla o zəvvarların arasında Qarabağ savaşında sonra şəhid olan Gəncədən şəhid Rauf və xanımı bizim zəvvar yoldaşımız idi. Biz onda yəni heç ağlımıza da gəlməzdi ki, bu zəvvar yoldaşım bir 10 il keçəndən sonra şəhid olacaq. Biz məsələn onun oradakı o davranışı, həm xanımı ilə, həm o zəvvar yoldaşları ilə, ümumiyyətlə ətrafı ilə davranışından bu insan seçilirdi. O dediyiniz o məsələ ki var, yəni o şəhid əvvəldən elə şəhid imiş və 2020-ci ildə Qarabağ savaşında onun şəhid olma xəbərini eşidəndə biz hamımız o qədər çox pis təəssüf hissi keçirdik ki, o cür insanı, yəni təbii ki, o şəhidlik məqamına ucaldı, ən yüksək bir məqama çatdı. Bəli, mənim tələbələrimdən var idi şəhid olan, bizim məscidimizə gələnlər var idi, adam onlar işlərində qəribə oldu. Belə təxmin etmək olur indi, yaş o dövrə çatıb ki, insanlarla ünsiyyətdə baxırsan, təxmin edirsən ki, məqam olsa bu adam şəhid olar, yoxsa bir variant tapar, qutarar. Yəni təxmin etmək olur onun ruhiyyəsindən, əxlaqından, davranışından, mədəniyyətindən, başqalarını önə salmağından, qeyrətindən. Bax, o dediyiniz məqam çox önəmli faktorlardandır əslində. İlqar bəy, ümumiyyətlə Kərbəla şəhidlərinin bugünün insanına mesajı nə idi? Bugünün insanına mesajı o qədər gözəl bir bəhsdir, dərin bəhsdir. Həqiqətən bu bayaq Elşən müəllim çox gözəl qeyd elədi. Alternativ yaranmalıydı, bir abidə olmalıydı. Mən həmişə bunu deyirəm. Mən deyirəm ki, bu ola bilsin buna kimsə müraciət eləyəcək, kimsə müraciət eləməyəcək bu alternativə. Əsas odur ki, bu alternativ olmalıdır. İlahi ədalət tələb edir ki, belə bir alternativ olsun, qayıtmaq istəyənlər üçün. Yəni müraciət eləmək istəyənlər üçün. Mən olduğum ideologiyada getdiyim yolun puçluğunu gördüm, tutalım. Başa düşdüm. Mən
qayıtmaq istəyirəm. Mən yönəlmək istəyirəm. Mən hara yönəlim? Alternativ olmalıdır axı. Mənim yadıma gəlir, Məşəd Dadaş məscidində birinci dəfə arzum idi olmaq. O qismət oldu. Birində sadəcə qarışmaq istədim. Heç nəyə baxmadım da, sadəcə o atmosferdə olmaq istədim. Çox da yadıma gəlmir. Belə həzz aldım. Amma ikincisində şuurlu beyinlə gəlmişdim ki, müşahidə edeyim, nə var, nə yox belə. Orada Hacının söhbəti mədəniyyətlərin toqquşması mövzusuydu. Çox belə heyrətləndim də mövzuya. Bir ki, bizim bütün cəhdlərimiz bundan ibarətdir ki, alternativ mədəniyyət yaradaq ki, mədəniyyətin toqquşmağa bir mədəniyyət olsun da. İndi tək kütlü mədəniyyətdir, o toqquşa bilmir. Bunlar ikisi toqquşsun, ortaya daha güclü, daha maraqlı bir sintez olunmuş bir mədəniyyət çıxsın. İndi bu alternativin olması şərtdir. İlahi ədalət elə bir ki, belə bir şey olsun ki, bütün cəhdlər də bundan ibarətdir. İnsanların qayıtmağa yeri olsun. Və indi baxırsınız, görürsünüz, indi bizim üçün bəlkə zaman mühümdür, amma ilahi dərgahda belə deyil də. Görürsünüz, zaman keçdikcə yavaş-yavaş insanlar bu abidəyə qayıdırlar. Bu abidəni yenidən tədqiq etməyə başlayırlar. Gerçi, məsəl üçün, mən çox deyirəm bu haqda ki, nəyə görə məsələn, Misir piramidalarını düşünün, abidələrdirlər də, piramidalardılar. Müxtəlif ölkənin adlarıyla bağlı alimlər var. Məsələn, Fransa alimlər qrupu bir ayrıca var, tədqiq edirlər. Rusiya alimlər qrupu bir ayrıca tədqiq edirlər. Bu maddi abidədir. Bir də mənəvi abidələr var axı. Məsələn, Kərbəla hadisəsi dərindən tədqiq olunacaq, müxtəlif kontekstlərdən baxılacaq bir hadisədir. Bir alternativ kimi bu günləri biz görürük ki, həqiqətən də möhtəşəm bir alternativdir də Kərbəla hadisəsi və bu tədqiq olunmalıdır, öyrənməlidir. Gerçi təəssüflər olsun ki, bəzən dostlar, yəni cahil dostların, bəzən də ağıllı düşmənlərin sayəsində, xidmətlərinin sayəsində o qədər bəzən xurafatla üstü örtülüb o həqiqətlərin ki, o bəzən də dünya onu görə bilmir də, onun həqiqətini. Amma mən bir inanclı kimi baxmıram da buna. Mən keçən səfər öz aramızda danışanda söylemişəm müəllim. Belə bir şey var da, sən bir gedişatı bilirsən, dini bilirsən, məşhur tarixləri dinlə bağlı bilirsən, oxuyursan, dərindən öyrənirsən, sonra gedirsən dünyanı öyrənirsən. Sonra yenidən qayıdırsan bura, tamam başqa şeylər görürsən. Mən bir mütəxəssis kimi, inancı kənara qoyaraq, bir mütəxəssis kimi, bir psixoloq kimi qayıdıram və bu hadisələrə baxıram, Kərbəla hadisələrə baxıram. Yəni tamamilə bir inancsız adam kimi. Və nə görürəm orada? Mən möhtəşəm bir şey görürəm ki. Necə ki, məsəl üçün biz digər heç müsəlman olmayan inqilabçılara baxırıq da, Tom Gandhiyə baxırıq, Che Guevara'ya baxırıq və necə dəyərləndiririksə, bura qaydanda görürsən ki, burada tamam başqa bir möhtəşəmlik var da. Yəni dünyanın sadəcə xəbəri yoxdur. Gandhi hara, bu hərəkat hara, Che Guevara hara, nə qədər adamın yanlışları var şəxsiyyətindən bağlı. Hətta ola bilər ki, ailələrində problemləri olsun. Keçən səfər dediyim İmam Əli ilə bağlı deyilən qəşəng bir söz var. Deyir ki, o bütün meydanların qəhrəmanıdır. İmam Əli bütün meydanların qəhrəmanıdır. Bəziləri elə bir ki, burada meydanlardan məqsəd döyüş meydanlarıdır. Yəni bütün müharibələrində qalib gəlir falan. Yox. Meydanlar deyiləndə burada psixoloji nöqteyi nəzərdən insanın müxtəlif sosial rolları var. Məsələn, biz övladıq, atayıq, mən şəxsən özümü desəm də yazıcıyam, nə bilim, qardaşam, ondan sonra bəndəyəm, vətəndaşam. Bunlar bizim müxtəlif dostam, müxtəlif sosial rollarımızdır. Bir insan düşünün ki, bütün sosial rollarında qəhrəmandır. Bir nömrədir yəni. Bizdə isə adətən axsıyır. Görürsən ki, mənim bir pasiyentim var. Deyir ki, müəllim, gedin araşdırın, ailə münasibətlərində problem var. Deyir, gedin araşdırın, görəcəksiniz bazarda, soruşun, desinlər ki, mən sizə dostam. Deyirəm, mənim buna şübhəm yoxdur, siz möhtəşəm dostsunuz. Amma o demək deyil ki, siz həm də gözəl həyat yoldaşsınız. Bunlar ayrı kateqoriya, ayrı meydanlardır. İndi bir şəxsiyyət düşünün ki, Kərbəla hadisəsində gedişat, o şəxsiyyətlər, onu yaradan şəxsiyyətlərin biz ailə həyatından tutmuş, ictimai münasibətlərinə tutmuş və s. müxtəlif kateqoriyalar biz araşdıranda görürük ki, bunlar bir nömrədirlər də, yəni müxtəlif idealdırlar meydanlarda. Amma digərlərində biz bunu görə bilmirik. Çox yaxşı inqilabçıdır. Amma baxırsan şəxsi həyatına, görürsən, bütün tanınmışlara baxında, siz məsəl üçün tanınmış yazıçılar, inqilabçılar, müxtəlif meydanlarda araşdıranda görürsən ki, o axsadığı yerlər var mütləq. Bu başqa bir şeydir. Ona görə deyirsən ki, ona görə mən çox arzu edirəm. Məsələn, mən Moskva psixologiyanı oxuyanda, harada bu, hansı professorla, müəllimlə bu hadisələri danışanda olduğu kimi də, yəni qəşəng
kontekstdə danışanda yerlə göy arasında romanında bir hissəsində salmışam bu söhbətlərimin. Orada yəni sayğı şapkası çıxardı. Belə bir şey var da şapkanı soruya yerin. Belə bir şey möhtəşəm də deyir. Deyirəm, düşünün ki, budur, belə şeylər eləyiblər. Orada belə sözlər danışıblar. Belə məsələlər baş verib. Məsələn, bayaq qeyd elədiyim 2 hadisə düşündürür də bunları. İnsan hansı zirvədə ola bilər, hansı müstəvidə ola bilər. Belə. Təşəkkür edirəm. Mən də bir Çox sağ ol. kəlmə deyim. Doğrudan da Kərbəla şəhidlərinin elədiyi işlər, hələ mən İmam Hüseyni və onun yaxınlarını demirəm, hələ şəhidlərin elədiyi bir şeylər o qədər əzəmətli bir işlərdir ki, bütün insanlığa, bütün bəndə olmaq istəyənlərə, bütün hədəfi Allaha çatmaq istəyənlərə bu mesajı verir ki, onlar belə desinlər ki, ya leytə kuntu məakum fəfuza fawzan azimə. Kaş mən də sizlə bir yerdə olaydım və sizin qədər mən feyz aparadım. Doğrudan da bunu mən çox adamda eşitmişəm. Mən özüm də bu hissləri yaşamışam. Bəlkə də siz də bu şeyləri yaşamısınız. İnsan Kərbəla İmam Hüseyn əleyhissalamın hərəmində orada yan-yanadır da qətilgah ya burdadır. Həbib ibn Məzahirin məzarı burdadır. İmam Hüseyn əleyhissalam, Əli Əkbər yanında da şəhidlərdir. İnsan şəhidlərin yanında keçirdiyi hisslər bir başqadır. İmam Hüseynin yanında keçirdiyi hisslər bir başqadır. Orada keçirdiyi hisslər bir başqadır ki, sənin bu dünyada gedəcəyin hədəfə bunlar ən yaxşı şəkildə çatıblar və onlar sənin üçün bir nümunədirlər. Sizin sualınızda bu hansı mesajı verirlər? Bir bəndəlik, bir xoşbəxtlik, bir səadətə çatmış kəsin mesajını verirlər ki, insan doğrudan da yaxşı olsaydı, vilayətdə olsa, Allahın dediklərini yerinə yetirsə və özü ilə məşğul olsa, belə olar. Belə olar ki, 1000 illərdir insanlar gəlirlər, həm İmam Hüseynə salam verirlər, həm ona salam verirlər. Hətta bilirik ki, ziyarətnamələrdə ziyarətnamələrində var ki, biyə əntə və ummi, şəhidlərə bu sözlər deyilir və bunu istisnasız hər kəs deyir. Hətta alimlər deyirlər ki, bunu imamlar da oxuyurlar. Hətta şəhidlərə bu sözü deyirlər. İnsan çatacağı ən böyük bir məqamdır. Dəhşətli. Bir şey qeyd edeyim. Məni heyrətləndirən, yəni çox heyrətləndiyim mövzudur Kərbəla hadisəsi. Psixologiyada qəşəng bəhs var, entitlementlik bəhsi. Nədir? Məsəl üçün insanın özünü xüsusi hesab etməsi. Görsən adam deyir ki, mən daha çoxuna layiqəm. Mən belə filan. Bizim bir təlimimiz vardı, inciməyin psixologiyası. Orada bu haqda danışmışdım, entitlementlik bəhs. Biz Kərbəla hadisəsinin şəxsiyyətlərində qətiyyən entitlementlik yoxdur da. İndi izah edəcəm necə. Baxın, xanım Zeynəbin indi siz danışdıqca yadıma düşdü. Gecə namazı qılması. Kərbəla hadisələri olub, Aşura baş verib, gecə namazına durur, Allahdan bağışlanmaq istəyir, istiğfar edir və s. Ürəyinə belə gəlmir ki, mən bu boyda möhtəşəmlik yaratmışam da, nə istiğfar, mən indi ancaq Allahla başqa şeylər danışmalıyam falan. Və yaxud yaxınlarda Ərəfə gününün duasını oxuyuram. Bu İmam Hüseynin həcdən çıxıb, o ərəfələrdə gərgin zamanda Kərbəla yoluna gedir, Ərəfə duası münacatını oxuyur. Sən orada nə görürsən? Sən orada möhtəşəm bir sadəlik görürsən də. Yəni bir dənə işarə, şikayət, narazılıq, ağlaşma və yaxud mən belə bir missiya yerinə yetirim. Yox, yenə orada deyir ki, əntəlləzi, sən yaradansan, mən günah eləyənəm, sən möhtəşəmsən, özünü aşağı sal. Yəni biraz da buradan qaynaqlanır da. Mənim yadıma gəlir, bizim bir təlimimiz vardı, İşə müəllim, 8 mart gününə düşmüşdü təsadüfən. Orada bir xanım təlimdən sonra yaxınlaşdı. Dedi, müəllim, mən sizə, indi onun dilindən deyirəm də, sizi yetişdirən anaya bir hədiyyə gətirmişəm. Mənim anam dünyasını dəyişib, ancaq o bilmirdi də, indi gətirib belə. Mən də tutuldum, o özü də belə həyəcanlıydı. Mən ona demədim, dedim, təşəkkür edirəm, qəbul edim hədiyyəni. Amma dəhşət ürəyim həyəcanlıdır ki, yəni bu nə olan şeydir, görəsən nə hədiyyə verib. Getdim və açdım, gördüm Səhifə-i Səccadiyyə. İmam Səccadın Səhifə-i Səccadiyyəsi. Elə oturdum, vərəqlədim, baxdım. Elə o günlərdir ki, bu haqda düşünürəm, bu entitlementlik bəhsindən bağlı düşünürəm. Gördüm ki, ilahi, o bir müəllimin sözü vardı, deyirdi ki, İmam Səccadın həyatını bilməyən adam Səhifə-i Səccadiyyəsini oxusa, elə bilər ki, adam yağbal içində yaşayıb. Çox dəhşətli. Yəni adamın həyatını oxuyanda bu adam bizdən
biz ondan daha azad olmuşuq da, yəni danışırıq, söhbət. Adam dua öz mesajlarını dualarla verir. Yəni başqa siyasi blokada, nə bilim, əziyyətlər, zülmlər gözünün qabağında Kərbala hadisəsi baş verib, atası belə. Bu adamın Səhifə Səccadiyyəsini oxuyursan, şükranlıq ruhiyyəsində çox möhtəşəm, entitlementliyin əlamətləri də belə yoxdur. Yəni özünü xüsusi hesab eləsin. Mən belə bir hadisə yaşamışam, filan eləmişəm. Qətiyyən belə şeylər yoxdur. Bu da məni heyrətləndirən şeylərdən biridir ki, bunların qətiyyən deyilir ki, burada nə var ki, mən bunu eləməliyəm də. Məsələn, belə insanlar olur. İnsan ona deyəndə belə deyir ki, mən burada heç yoxdur. Belə də olmalıdır da. Burada nə var ki, məsəl üçün. Ona görə bu da heyrətləndirən məqamlardan biridir ki, öz nəfslərinin üzərində nə cür nə işləyiblərsə bunlar, nə cür nə nəfsi zəkiyyədirlərsə, necə pak nəfslərsə, qətiyyən ürəklərinə belə şeylər. Ancaq deyir ki, o belə bir tarixi hadisə vardı, Eşən müəllim çox yaxşı bilər. İmamın başının üstünə qoyanda şəhidlərdən biridir ki, mən əhdimə vəfa eləyə bildim mi? Narahatlığı budur, dərdi budur ki, bəlkə az eləmişəm. Demir, da imam, da mən elədim də, əlimdən gələni elədim falan, yox. Ondan da üstünü sizin də yadınızda tarixin birində keçir ki, xanım Zeynəb İmam Hüseynin başının üstündə dedi ki, ilahi bu qurbanı, bu kiçik qurbanı məndən qəbul. Ustadımız Hadşahin Həsənlinin ölümlə bağlı bir bəhsi var idi. Məsciddə o bəhsdən danışırdı və orada kiçik bir hissə var idi ki, hacı qeyd edirdi ki, əslində ölümün zahiri belə qorxunc görünür, bizə qorxunc gəlir. Əslində isə elə deyil. Yəni ölüm sanki bir aləmdən başqa bir aləmə keçid eləyirsən və burada bu şəhidliyin sonunda bir ölüm nəticələnir də. Yəni nəticə olaraq ölüm var. Kərbəla şəhidlərinin ölümə münasibəti, baxışı nə idi, necə idi? Mən bir-iki nüansa toxunum, sonra İlqar müəllim onu daha yaxşı şəkildə psixoloji məsələlərlə deyər. Çünki o adətən psixoloji bir hallardır. Şəhidin axır aqibətində onun üçün həyatının ən xoş günləridir. Məsələn, biz Kərbəla şəhidlərinin barəsində, birinin barəsində eşidirik ki, yaşlı bir adam idi özdə, zarafat elirdi həmən gecə. Ona dedilər ki, biz sabah şəhid oluruq, sən zarafat elirsən. Axı, o dedi ki, Allah bilir ki, mənim qəbiləm də bilir ki, mən zarafatçıl adam deyiləm. Amma mən hansı bir iş üzərindəyəm, onu fikirləşirəm və mənim ruhiyyəmdə başqa bir hal yaranır. Ümumiyyətlə, dində belə bir söz deyilər, indi İlqar müəllim də psixoloji cəhətdən, həm də bir ruhani kimi ona da bir münasibət bəsləyər. Bir dənə ruhiyyə var, bir də ruh var. Ruh insanın kimliyidir, ruhudur və mənəvi bütün məsələlər oradadır. Bir də insanın ruhiyyəsi var, psixologiyaya aid olan məsələdir ki, insan sevinə bilər, emosional bütün hər bir şeylər ora aiddir. Maraqlıdır ki, şəhidlərin həm ruhları kamildir və ruhları ilə həqiqətləri görürlər, ondan həqiqi ləzzət alırlar. Yəni, məsələn, ləzzət barəsində deyilir ki, İslam əxlaqında, xüsusən irfan məsələlərində deyilir ki, ləzzətlər ümumiyyətlə iki cürdür. Bir dənə psixoloji ləzzətlərdir, yəni qeyri-həqiqi ləzzətlərdir. Bunu insan zehni ilə alır. Buna zehni ləzzətlər deyilir. Bir də insanın mənəvi ləzzətlər var. Buna həqiqi ləzzətlər deyir ki, bu insanın ruhu ilə alınan ləzzətlərdir. Bunlar ayrı-ayrı ləzzətlərdirlər. Onlar ölüm anında, həmən o dönəmlərdə, onların bütün o tarixdə gələn hadisələrindən biz oxuyanda görürük ki, onlar hamısı həm mənəvi ləzzət yaşayırdılar, təbii ki. Eyni zamanda da ruhiyyələrində amansızlıq var idi onların qətillərində həm də. Xüsusi amansızlıq mən hələ şəhidlikdən əvvəlki dönəmlərini danışıram. Bəli. Ki, onlar ruhiyyələri belə idi ki, o şəhidlərin həmin o ruhiyyələrində belə bir şeylər var ki, onlar ondan əvvəl bunu görürdülər. Və təbii ki, şəhid olan məqamlarında da onlar dəfələrlə, misal üçün, Əli Əkbər barəsində deyilir ki, Əli Əkbər dedi ki, budur. Yox, Əli Əkbər yox. Qasimdə olmalıdır. Şəhidlərin birində idi. Amma Bəni Haşimin şəhidlərin birindən dedi ki, babamı görürəm və babam mənə su verir. Belə bir sözlər keçir. Onların halları necədir? Onlar həm mənəvi cəhətdən ləzzət yaşayandılar deyə, eyni zamanda ruhi cəhətdən ləzzət yaşayandılar deyə. Və bundan əlavə də ondan bir gecə əvvəl də İmam Hüseyn əleyhissalam onlara öz cənnətdəki yerlərini də göstərib.
onları öz Pərdələr cənnətdəki çəkilib, yəni bəli, bəli. onlar İndi bilmirik artıq o hansı formatda oldu, amma deyir ki, İmam Hüseyn əleyhissalam onlara yerlərini göstərirdi və onlar cənnətdəki yerlərini də görürdülər. Hətta eşitmişik də orada Həzrət Əbəlfəz ağa cənnətdəki yerinə yox, İmam Hüseynə baxırdı. Bütün bunların hamısı göstərir ki, şəhidlər elə bir məqamdadılar, elə bir ruhiyyədədirlər ki, onların öləndə onların ən yaxşı günləri olur. Rəhmətli Hacının da belə duası var idi. Dedi ki, ilahi, ölümümüzü ən yaxşı anımız qərar verəcək. Çünki insan öləndə bilir ki, hara gedir və yaxud da ona göstərirlər hara gedir və yaxud da ona bəzi hədisələrdə var, xəbər verirlər hara gedir. Şəhidlər ona görə də o son anlarında həm mənəvi cəhətdən ləzzət içindədirlər, həm də ki, ruhiyyə cəhətindən bilirlər ki, onlar üçün nədir. Və çox maraqlı sözlər deyilir, dini mətnlərdə var ki, şəhidlərin həmən anki halları da ləzzətdən ibarət olur. Yəni onlara dəyən qılınc zərbələri, nizə zərbələri və s. bu kimi məsələlər də əslində onlara ləzzət amili kimi görsənir. Çünki məsələn orada bir şəhid barəsində deyilir ki, şəhid başladı, gördü ki, onun heybətindən yaxın durmurlar. O hər bir bədənindəki həmin o zirehləri soymağa başlayırdı. Dedilər ki, sən dəli olmusan. Dedi ki, bəli, əgər Hüseynə qoşulmaq dəliliksə mən dəli olmuşam və o döyüşürdü, o döyüşündən də ləzzət alırdı. Dini mətnlərdə alimlərdən də belə sözlər var. Hətta bəzi məsələləri də zikr edirlər ki, şəhidlər ümumiyyətlə həmən anda çox ləzzət alırlar və şəhid olduqları an onlara dəyən yaralardan və s. bunlardan ləzzət alırlar. Bu onların həm mənəvi cəhətdən o belə deyək, necə insan namaz qılanda ləzzət alır, mənəviyyatlı insan. Necə mənəviyyatlı insan oruc tutanda, isti yay günündə oruc tutanda ləzzət alır. Onlar bizim üçün çətin olan bir şeylər onlar üçün daha ləzzətlidir. Daha çox rukuda qalmaqdan ləzzət alır, daha çox səcdədə qalmaqdan ləzzət alır. Niyə? Çünki o şeylər ruh onların həqiqətini anlayır deyə bu dəfə onlar üçün ləzzətlidir. Eyni zamanda da kimin uğrunda bu işə yanaşıblar, kimin uğrunda şəhid olurlar, həm Allah uğrunda, həm Əhl-i Beyti qorumaq uğrunda, həm İmam Hüseynə yar olmaq uğrunda bu işə addım atıblar deyə eyni zamanda ruhiyyələri də, yəni psixoloji olaraq da onlar tamamilə sevinc içərisində idilər. Mən burada əlavə olaraq Yaşar müəllimə. Bəli, buyurun. Deməli, çox qəşəng bir bəhs var. Müasir psixoloq var, Martin Seligman. Pozitiv psixologiyanın banilərindəndir. Bu özü çox maraqlı, dərin bəhsdir. Xüsusən bəzən termin olaraq səsləndirirəm ki, bəlkə tamaşaçılar üçün maraqlı olar, araşdırarlar. Martin Seligman pozitiv psixologiyanın banilərindəndir. Onun bir modeli var, PERMA modeli deyirlər ona, PERMA modeli. Deyir, bir insanın balansda olması üçün PERMA modeli, bu bütün hərflər bir şeyə işarətdə PERMA sözündəki. 5 şey olmalıdır insan həyatında. İndi mən o hamısına toxunmayacağam. Əsasən toxunmaq istədiyim mövzu ilə əlaqədar bir flow vəziyyəti deyirlər psixologiyada. Axın vəziyyəti, axın halı. Məsəl üçün, İmam Əlinin ayağından oxu çıxardırlar, fərqində olmur. Bunu psixologiya belə izah edir ki, adam yüksək axın vəziyyətində olub. Yüksək axın vəziyyətində, flow vəziyyətdə. Onda sən zamanın fərqində olmursan və s. Ruminin qəşəng bir dənə Məsnəvidə şərhi var. Quran-Kərimdə lə'b ifadəsi var, oyun ifadəsi ki, dünya bir oyundur. Rumi bunu şərh edir. Necə bir oyundur dünya? Deyir ki, məsəl üçün, olar ki, gedərsən, evdən tapşırıblar uşağa. Şəxsən mənim belə olub bizdə. İnəkləri aparmışıq otarmağa, kövşənə. Orada görürsən ki, uşaqlar kraska qutusu ilə futbol oynayırlar, köhnə topla futbol oynayırlar və s. Və futbolda sən ölürsən də futbol oynayır, uşaq olar, futbol olar. Deyirsən ki, ay Allah, neyiniyim, dilemma qarşısında qaldım. Bu yandan sənin bir misyan var, sən inəkləri utan, inəkləri sənə tapşırıblar. Bu yandan da oyun var da burada. Evet. Özünü belə alırsan ki, tamam 5-6 dəqiqəlik girim, bir şey olmaz da, belə falan girim oynayım. Girirsən bu oyun içinə və qərq olursan bu oyunda. Haçan, hər şey olur. Haçan papağı atıbsan, pencəyə hara atıbsan, heç xəbərin yoxdur. Onda bilirsən ki, atanın səsi gəlir, şəxsən başıma gələn şeydə. Hardadır bu malqar? İnəklər yoxdur, dağılıb çıxıb gedib. Buna deyirdi ki, lə'b budur. Yəni, dünyanın oyun olması buna görə pisdir ki,
O söhbət o oyundan gedir ki, səni o qədər qərq eləsin ki, sən öz mahiyyətini unudasan da, öz mahiyyətindən uzaqlaşasan. Bunun bu tərəfindən danışır. Amma bu tərəfdən görürsən gözəl şeylərdə qərq olmaq, flow vəziyyəti möhtəşəmdir də. Mən Kərbəla şəhidlərini həm də deyirsizə belə döyüşəndə sevinirdilər, daha əziyyət çəkəndə onu ancaq axın vəziyyətinə izah edirsən. Müttəsildilər də, əlaqədədirlər və axın vəziyyətinə düşüblər. O zaman ancaq xoşbəxtdir, özünü xoşbəxt hiss eləyir. Bir də bu Perma modelində bəndlərdən biri məna bəndidir. Deyir ki, insan balansda olması üçün, xoşbəxt olması üçün özündən böyük bir mənası olmalıdır. Ona xidmət eləməlidir onun həyatı. Kimsə vətən deyə bilər, kimsə hansısa ideologiyanın, hansısa dəyərləri yaşadır, həqiqətlər uğrunda yaşayır. Böyük bir məna olmalıdır insan həyatının. Böyük bir məna olanda psixologiyada klassik bir tipologiya var. Deyirlər ki, təhlükə zamanı şəxsiyyət tipinə görə insanlar dəyişir. Klassik tipologiya 3 yerə ayırır. Təhlükədir. 1. Qaçan tip. Təhlükə zamanı qaçacaq. 2. Donan tip. Depressiyanın fəlsəfəsi budur. Donan tip, yəni donur. Depressiya budur. Narahatlıq görür adam, döyüşə bilmir ondan və donur, depressiyaya düşür. Hətta araşdırmalar var ki, bəzi heyvanlar təhlükə zamanı ürəklərinin səs döyüntüsünü belə neçə dəqiqəlik saxlaya bilirlər. Ki, ölmüşlüyə vursun, tam ölüb də bu. Hətta bura qədər. 3-cü tip nədir? Döyüşən tip. Sonra bu klassik tipologiyaya əlavələr oldu. Məsəl üçün, sevən tip. Təhlükə zamanı Stockholm sindromu var, məşhur. Tarixdə bir bank soyğunu olub Stockholm şəhərində. 6 gün orada bu soyğunçular zamin kimi saxlayıblar. Orada xanımlardan biri soyğunçuya aşıq olub. Və psixoloqlar bunu araşdırırlar. Hətta sonra tutulandan sonra bu soyğun ki qurtarır, bu soyğunçular tutulurlar. Həmən xanım ziyarətinə gedirmiş. Yəni həbsxanada gedir, aşıq olub. Bunu araşdırırlar ki, bu nə sevgidir belə? Necə adam səni tutana, əsir eləyənə falan aşıq ola bilərsən? Deyir ki, bu müdafiə mexanizmlərindən biridir. Emosional bağ qurur öz qatilindən, gələcək qatilindən də məsələn hər an öldürə bilər. Yəni mənə toxunma da, yəni şuuraltı müstəvidə xəbəri yoxdur. Yəni bu müxtəlif tiplərdirlər də şəxsiyyətə görə. Biz Kərbəlada nə görürük? Görürük ki, döyüşən tip. Təhlükə zamanı döyüşən tip. Onların nə qaçmağı ona gəlir. Ümumiyyətlə, qaçmağı təhqir hesab edirlər. Dəfələrlə imam deyəndə, var da tarixdə siz çox gözəl bilirsiniz. O təklif olunanda təhqir olunmuş hesab edilir ki, necə yəni məndə bəlkə nəsə görmüsünüz, bu nədir? Məsəl üçün siz nədir? Yaxud Həzrəti Əbəlfəzə əmannamə təklif olunanda çox danışırlar da bu haqda çox pis təsir edir ki, yəni necə yəni mən harada boşluq göstərmişəm ki, bunlar mənə belə bir təkliflə gəliblər də. Yəni onlar başa düşməli idi, axı mən bu təklifə hə deyən deyiləm. Və yaxud ümumiyyətlə bunu İmam Hüseynin yanında necə hallandırım ki, belə bir məktub olur falan. Burada görürsən ki, bunlar yüksək döyüşən tipdilər, dəyərlər üstündə. Özlərindən böyük bir mənaları var. Təbii ki, burada ölüm qorxusu bizim, məsəl üçün, psixologiyada bir qəşəng də bəhs bundan ibarətdir ki, biz qorxunu yenməyin yollarından biri, müxtəlif yolları var. Biri də qəzəbdir. Sən elə bir qəzəb gəlir sənə, həmən vaxtı sənin qəzəb hissin, qorxu hissini yenir. Sən orada qaçmalıydın, amma elə bir qəzəb gəlir, sən yox, mən burada zəifdə olsam qalacam, filan eləyəcəm də. Yəni, bunlar üst-üstə əl-ələ verir və insan döyüşkən olur, meydanda qalır o ruhiyyə ilə və xüsusilə də ki, onların ölümə münasibəti bir başqa. Ümumiyyətlə, Kərbəla hadisəsini imansız şərh etmək mümkün deyil. Özdə yəqini imansız ha, söhbət. Adi iman dərəcəli vücuddur da, indi hamının müəyyən mənada imanı var. Amma yəqin müstəvisinə çatmış imansız şərh etmək mümkün deyil. Sən hardan şərh edirsən, axsıyır bu. Yəni axsıyır. Ona görə yüksək imanları olub, ölümə münasibətləri, ölümdən sonraki həyata münasibətləri və gərək belə deyəydim, cümləni belə quraydım. Kərbəla hadisəsini iki şeysiz izah etmək mümkün deyil. İmansız və eşqsiz. Eşq, yüksək səviyyədə bir eşq. Son olaraq bunu deyim, çox sevdiyim bir şeydir. Mən General Polad Həşimovla bağlı bir kitab yazmışam. Polad necə bərkidir. Orada buna yer vermişəm. Zümər surəsində sevimli ayələrdən biri, yer gəlmişkən mənim sevdiyim surədir. Zümər surəsi. Təlimlərdən birində Eradan xanım soruşdum auditoriyadan ki,
ən sevdiyiniz Azərbaycan şeiri, Azərbaycan ədəbiyyatının hansı? Dedilər bu. Ən sevdiyiniz Azərbaycan hekayəsi hansıdır? Məsəl üçün dedilər bu. Belə gəldim, çıxdım dedim, ən sevdiyiniz surə hansıdır? Quran-Kərimin. Qaldılar belə. Dedim, bax bu sualı verməyimə belə təəccübləndiniz, halbuki təəccüblənməməliydiniz. Əvvəldə verdiyim suallar qədər təbiidir də. Quran-Kərim ana kitabımızdır, müqəddəs kitabımızdır. Niyə sizin sevimli surəniz yoxdur? Və mənim sevimli surəm Zümər surəsidir. Özüm də çox qəşəng oxuyuram, xoşum gəlir. Orada qəşəng bir ayə var. Deyir ki, o zaman ki, cənnət əhlini cənnətə darta-darta apararlar. وَسِيقَ تَقَوْ رَبَّهُمْ إِلَى الْجَنَّةِ زُمَرًا Allah'dan, Rəblərindən qorxanları təqvalarından cənnətə darta-darta apararlar. Təzad. Cənnətə adamlar qaçmalıdır axı. Niyə darta-darta aparırlar ki? Bu nə məsələdir, bu nə sirdir? Bunun müxtəlif şərhləri var. Bir şərhini İmam Sadiqdən maraqlı bir hədis var. İmam Sadiq deyir ki, onlar Kərbəla qiyamət günüdür. Artıq cənnət, cəhənnəm bölgüsü olub, hadisə baş verib. Hamı bilir ki, cənnətə kim gedir, cəhənnəmə kim gedir. Amma cənnət əhlinin öz imamları ilə bir görüşü var. Möhtəşəm bir xudmani, nurani bir görüşün içindədirlər. Söhbət edirlər, belə filandır. Məhəbbət amizdə çox eşq sözünə görə bunu demək istədim. Bu zaman deyir ki, nida gəlir. Cənnət əhli cənnətə, cənnətdəyik zaten. Nə cənnət? Eşidən yoxdur. İkinci dəfə, üçüncü dəfə, axır nida gəlir ki, bunlar gedən deyirlər, bunları aparın da cənnətə. Bir şərhi budur. Bir şərhi də mən generalın kitabında yazmışdım. Cənnət əhli necə ki dünyada belə idilər, orada da belədilər. Deyir, zahid məni allatma, cəhənnəmdə od olmaz. Onlar ki yanırlar, odu buradan aparırlar. Cəhənnəmi də buradan aparırıq, cənnət də buradan aparırıq da. Şəhidin ruhiyyəsi nədir? Şəhidin ruhiyyəsi budur ki, şəhid cənnəti görən kimi dostlarını unutmaz da, qaçmaz. Dayanar der, bə Məmməd, bə Həsən, bə Əli, bə Vəli, yox, getmirəm. Deyərlər ki, o günahkardır, o hələ heç, yox, mən getmirəm. Mən getmirəm, onlar da gəlsin məndən. O şəfaət bəhsinə də biraz işarədir. Şəfaət əslində lütfdür də. Allahın bəndəsinə şəfaət olunana yox, şəfaət edənə həm də lütfdür. Yəni adam o ruhiyyədədir ki, dostusuz, tamam da günahlı, amma mənim dostum da xilahi, bəs mən onunla bir yerdə olmaq istəyirəm. Yəni bir şərhi də budur. Eşqsiz və imansız mümkün deyil Kərbəla Çələnin şərhi. Doğrudan da orada elələrinin sözləri var idi ki, İlqar bəy, siz yaxşı bilirsiniz də, deyirdilər ki, İmam Hüseyin əleyhissalam dedi ki, mən istəyərəm siz gedəsiniz, beyəti düzəninizdən götürürəm. Bəzilər deyirdilər ki, hara gedək? Səni qoyub Peyğəmbər balası hara gedək? Başqaları biri deyirdi ki, and olsun Allaha. Əgər 1000 dəfə ölək, bizi özdə doğrasınlar. Bax, belə deyirdi, nə hiss eləyirlər bunlar, necə eşqləri var. Deyirdi ki, bizi doğrasınlar, bir də dirilək, bir də doğrasınlar. And olsun ki, biz səndən əl çəkməliyik. Onların keçirdiyi bir hisslər. Şahin Həsənlidən də bunu dəfələrlə eşitmişəm ki, həmişə deyirdi ki, ən sadiq səhabələr məhz İmam Hüseynin səhabələri olub. Qeyd elədiyiniz kimi yəqin ki, bu bağı məhz o dediyiniz eşq və iman yaradır. Bir şey qeyd edeyim Rəda xanım. İmam Əlinin mövluduydu. Haçansa axırıncı dəfə olanda bir yazı yazmışdım, bir etiraf eləmişdim o yazıda ki, mən İmam Əliyə oxşamağın daşını artıq buraxmışam. Atmışam daşını. Çünki fasilə çox dəhşətdir də, uçurum çox böyükdür. Bəzi şeylər elə ona çox da çatmağımız üçün deyil, elə vəsf etməyimiz üçün də, onlar orada olmalıdırlar. Biz ona ancaq yaxınlaşa bilərik. Bir dostlardan biri qəşəng dua elədi, çox xoşum gəldi bundan. Çox sevdim bundan. Dedi ki, müəllim, Allah sizə haqqa yaxın eləsin. Nə qədər təvazökar var. Haqq eləsin, böyük iddiadır haqq olmaq. Haqqa yaxın eləsin də, bu daha mümkün olan iddiadır. Buna görə buraxmışam, yəni Kərbəla şəhidləri, onlar orada olmalıdır. Ulduz kimi biz ora çatacağıq, çatmayacağıq, onlar orada olmalıdır. O şeyin kitabında, Kimyager kitabında məşhur bir səhnə var. Bir adam ömür boyu pul yığıb, həccə gedəcək. Hamı da kənd cəmaət hamı bunu bilir ki, bu Hasan Saki həccə gedəcək. Və bir gün bu toplayır da qüvvətini və gedir həccə. Hamı sevinir bunun adına. Bir müddətdən sonra görürlər, qayıtdı. Yəni yarı yoldan qayıdıb. Bunlar nə oldu? Sən bunu avsundaydın falan, gəlir oturur, deyir ki, mən dedim ki, yox.
Mən sonra niyə? Deyir, hara gedim? Deyir, mən yaxşı getdim ora, sonra nə? Bu mənim arzum olmasın, mən hara gedəsəm, nə edəsəm? Ona görə mən belə qoy arzu kimi qalsın. Ona görə həqiqətən də buraxmışam yəni bunlara. Onları ancaq vəsf etmək. Vəsf edirsən, doymursan da, vəsf edirsən, doymursan. Həqiqətən də möhtəşəm şəxsiyyətlər olublar. Arzum nədir? Arzum budur ki, dünya insanı tanısın da. Dünya insanı. Çox maraqlıdır ki, müstəşrik deyirlər də. Müstəşriklər, yəni şərqi araşdıran mütəxəssislər bu şəxsiyyətlərə rast gələndə, təsadüfən rast gəliblər də. Başa düşüm, yəni aralarında başa düşənləri yoxdur. Yəni başa düşdüm, yaxşı adamdı yoxdur. Minimum heyrətdir də. Bəli. Hansı ki rast gəlib, heyrətlənib də bu nədir? Bəli. Bir Kanadalı professor var, Tehran Universitetində dərs deyir. Vaxtilə ateist olub, sonra keçib İslamı qəbul edib falan. Ondan soruşurlar. Özdə döyüşkən ateizm olub, ateist olub, döyüşürmüş, argumentləri falan. Deyir, mən şərqi araşdıranda gəldim, İmam Əli şəxsiyyətinə rast gəldim. Bunu araşdırdım. Mən onun yəni bir inanclıq kimi yoxdur, şəxsiyyət kimi araşdırdım. Deyir, mən o qədər heyrətləndim. Bunun dürüstlüyü, sədaqəti, dərinliyi və s. Sonra dedim, bu adam deyirsə ki, Allah var. Deməli var da. Yəni ki, mənim bütün argumentlərim getdi ki, bu başqa bir şeydir. Deyir, Musanın Allahına iman gətirmək məsələsi budur. Həqiqətən də bu möhtəşəmlər olmalıdır və dünya insanı bunları olduğu kimi, olduğu dəyərində tanımalıdır. Mən hər kəsə təşəkkür edirəm. Çox sağ olun maraqlı söhbət üçün, diskussiya üçün. Həqiqətən də elə bir mövzudur ki, saatlarla danışsaq tükənməyəcək bir mövzudur. Allah bizə də bu eşqdən və imandan nəsib eləsin. Amin. Sağ olun, sağlıqla qalın.